Bugün Allahın rəhmətindən danışmaq istəyirəm. Allah Ramazan ayını bizə böyük bir nemət olaraq göndərdi. Ümumiyyətlə bu ay başdan başa rəhmətdir. Allahu Əkbər. Mən bilirsiniz nə istəyirəm? Onsuz da Qədir gecəsinə bax, qulaq asanların hamısı Qədir gecəsinə qalıb. Bu gecənin də əməllərini hamı eləyəcək. Mən həmişə istəyirəm ki, xutbələrdə elə bir iş görüm ki, bu Qədir gecəsini etdiklərimiz çox bərəkətli olsun. Çox faydalı olsun. Ona görə də düşünərək etməyi və ürək yanğısı ilə Allahın qapısına getməyə məsləhət bilirlər. Bəzi alimlər deyirlər ki, qəlbi qırıq şəkildə gedin. Ancaq elə günahlarınızı deyin və tövbələr edin. Əladır, gözəldir. Mən deyirəm ki, onsuz da bu olur. Biz mühüm bir gecədir. Bu gecədə günahlarımız üçün bir iş görəcəyik. Amma mən istəyirəm ki, bu gecədə böyük kəslər kimi danışaq. Bu gecədə ciddi cəhdlərlə danışaq. Ona görə də gərək bilək ki, Allah kimdir və bilək ki, Allah bizə nə əta eləyib. Bilək ki, biz hardayıq. Bilirsən, bəzi kəslərin qəbuluna gedərsən, o qəbulda olduğuna görə o qədər özünü xoşbəxt hiss eləyərsən. Məsələn, adama desələr nə istəyirsən, deyər ki, vallah nə istəyim. Elə bu görüşün özü hər nəyə desən dəyər. Bax, istəyirəm Allahla belə danışaq. Hacətlər də istəyək, amma əvvəl bir Allahla Allaha uyğun şəkildə danışaq. Bilirsiniz necə Allaha uyğun şəkildə? Yəni, nemətlərini başa düşə-düşə danışaq. Bu insanın ibadətini yaxşılaşdırar. Bu insana çox yaxşı təsir qoyar. Buna arifən bir həqiq deyilir. Adam məsələn bu yerlərini zikr eləyə. Və hada şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltə alə şuhur. İlahi, elə bir aydır ki, bu ayı əzəmətli qərar vermisən, kəramətli qərar vermisən, şərafətli qərar vermisən və bütün aylardan daha fəzilətli eləmisən. Bu ay başdan ayağa bərəkətdir. Və Quranı da bu ayda nazil eləmisən. Bu ayda elə bir gecə qismət eləmisən ki, biz o gecədəyik. İbadətimiz 1000 ayın ibadətinə bərabərdir. Allahın bu rəhmətinə görə sənə şükr edirik. Bu gündən başlayırıq, istəyirik başlayaq sənə yaxşı bəndə olmağa. Bax, bura qədər filan günahlarım var, amma onları filan şeyə görə edirəm. İndən sonra etməməyə çalışacağam. Allahım, həyatın mənasını başa düşürəm. İlahi, düşünürəm ki, sən bu qədər bizə rəhmət nazil eləyirsən. Görürsən, bu Qədir gecəsini niyə bizə rəhmət kimi vermisən? Ona görə hədislərdə də var ki, hər kəs bu gecə bu ay bağışlanmaya ən bədbəxt insandır. İlahi, bu qədər rəhməti nazil eləmisən ki, mən hidayət və islah olum. Ləbbeyk Allahümmə. İlahi, sənin bəndə olmaq üçün ləbbeyk deyirəm. Bax, hətta siz mənə qulaq asırsınızsa, mənə qulaq asdıqca kök sötürürsünüzsə, and olsun Allaha, mən bu gecə and içirəm. Bunun özü belə ibadətdir, bunun özü belə dəyərlidir. Bax, elə mən danışdıqca danışıram, təzə də söz danışmıram. Elə mən danışıram ki, sən bu hala qalasan, sən belə bir ruhiyyəyə düşəsən, bax, bu gecəni belə keçirəsən. Yaxşı, onsuz da hər şeyi bilirik. Qədir gecəsində heç bir elmi mövzu açmağa ehtiyac yoxdur. Qədir gecəsində hansısa bir məsələləri, elə bax, belə, Qədir gecəsini keyfiyyətli keçirmək lazımdır bircə. Təkcə oyaq yox, çünki çox əzəmətli gecədə. Bilirsiniz, o dualarla falanlarla da keçirəcəyik, amma indi dediklərim daha mühümdür. Buna mərifət deyilir. İnsan daha mərifətli, yəni mərifətinin həddi nə qədər olsa, bu gecədən o qədər fayda aparır. Görmürsünüz məsələn bu hədisləri? Hədislərdə deyilir ki, bir nəfər abid səhərə qədər ibadət eləsə, amma bir dənə alim dursa ancaq 2 rükət namaz qılsa, alimin 2 rükət namazı abidin səhərə qədər ibadətinə üstündür. Niyə? Çünki o abid alim deyil də, ancaq elə səhərə qədər ibadət eləyər, düşüncəsiz. Amma alim isə həqiqi alima, elmli yox təkcə, Allahı başa düşən alim. O isə 2 rükət elə mərifətli namaz qılır ki, ondan elə bir effekt alır, elə bir fayda aparır ki, o abidin səhərə qədər ibadətindən üstün olur, görürsünüz.
Məsələn, Salman Farsi barəsində deyirlər ki, onun əksər ibadətləri təfəkkür idi. Bəyəm ibadət təfəkkürdür? Yəni bəs namaz, onlar da öz yerində olur, amma ancaq təfəkkürsüz ibadət, namaz, dua, bunlar o qədər də təsirli olmur. Bu gecə böyüyərək gedək Allahın qapısına. Böyük kimi gedək Allahın qapısına.